Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Çevrəyə belə bir suala baxalım. Deyək ki, o çevrənin mərkəzidir. A-dan O'ya qədər olan məsafə 12 sm-dir. Bilirik ki, uşaqlar, bu AO məsafəsi elə bizə nəyi verir? Radiusu verir. Həmçinin orada OB məsafəsi də elə radiusa bərabər olacaq. Burada deyir 12 sm olacaq onda. Uşaqlar, baxın, deyir ki, çevrənin deyir ki, göğsünün uzunluğunu tap. Biz bilirik ki, uşaqlar, burada bu göğsün uzunluğunu tapmaqdan ötürü buradakı bu göğsün normalda bucağı da 60 dərəcə olmalıdır. Çünki biz bilirik ki, mərkəzi bucağın dərəcə ölçüsü neçədirsə, göğsün də uzunluğu dərəcə ölçüsü o şəkildə olacaq. İndi göğsün uzunluğu düsturu belədir. C bərabərdir 2 pi r vurulsun alfa bölünsün 360 olacaq uşaqlar. Buradan 2 vurulsun pi, radiusu bilirik 12. Alfanın yerinə mərkəzi bucağı götürməliyik. 60 dərəcəni bölünsün 360. Bununla bunu ixtisar etdiyimiz zaman bura 6 düşəcək. 6 ilə 12-ni ixtisar etsək bura 2. Burada məxrəcdə artıq 1 qaldı. Bunları da bir-birinə, bu qalanları da bir-birinə vursaq cavabımız eləyəcək 4 pi. C variantı.